Salam əziz Cəlilabadlılar, Cəlilabadın mərkəzində, şöbənin yaxınlığında, məhkəmənin yaxınlığında həyət evi satılır. 6 sotun üzərində ki, 4 otaqlı, 3 yataq, 1 qonaq, mətbəx, sanitar qovşağı, hamam evin daxilində də var və həyətdə də var. Kommunallar qaydasında da qazı, işığı, suyu. Və 6 sot ərazisidir. Ev çox münasib qiymətidir, sonda qiyməti deyəcək. Həyəti izləyici ətraf təqdim edək. Burası sanitar qovşağıdır. Əvvəl burayı isə hamam olub göstərmirik. Daxildə olan hamam və sanitar qovşağını təqdim edəcəyik. Həyətimizi izləyəcək ətrafı təqdim edək. Evimizin yan hissəsi. Evimizin altı daşdır, üstü isə çərçivədir, bitdən tikilidir. Kəndirxanasına kimi var evimizin və düzə damı da var balaca. Geniş həyətə sahibdir. 6 sot sənəddədir, amma belə 3 sotda artıqdır. 9 sota yaxındır. İzləyici ətraflı evimizi təqdim edir. Navesi və evin də üstü şifirdir. Naves dəmirdəndir. Tikiliş bir daha təkrar edirəm. Altı daşdır, üstü isə çərçivədir, altı da möhkəmdir. Kəməri kolonu öz yerində. Keçirik evimizin daxilindən içəridən tanışırıq. Bura evimizin koridoru dəhlisidir. Və sol hissəmizdə sanitar qovşağı, hamamı təqdim edir və mətbəx də sol hissəmizdədir. Bir sözlə mətbəxin daxilindədir sanitar qovşağı, hamam. Və birinci yataq otağımız buradır. Birinci yataq otağımız burada, remontu ortadır. Uşaqlar da yatıb, Allah saxlasın. Keçirik salon hissəmizə. Bax, koridorumuzda remontludur, abo ilə. Və salonumuz da zövqə uyğun remont olunub. Bura isə ikinci yataq otağıdır. Bunlar çərçivədə olur çartlar. Yəni, böyük problem deyil bunlar. Remont edib, aradan qaldırmaq olar. Bir dənə bu evin divarları və padolka qalıb. Qapısı salınıb, yeni qapılardandır. Avropa qapıları. Qapımızın da dizaynına baxa bilərsiniz, zövq uyğundur. Bu otağımızda isə sıfır remont deyildi. Buranı sıfırdan remont etmək lazımdır. Yeri taxtadır, padolka taxtadır. Bura isə spot işıqları yeri açılmalıdır. Yüngülvarı burada işıq. Spot işıqların yeri qalıb bir sözlə, tam remontludur. 3 yataq otağıdır, 1 qonaq otağıdır. Sanitar qovşağı hamam evin daxilində də var və həyətdə də var. Şəxsi qazı, işığı, suyu, şəxsi quyusu, şirin suyu. 6 sot ərazisi, sənədsiz isə 9 sota yaxındır. Sənədlə götürsək 6 sota 30.000 manat deyir. Evin də qiyməti düşür 25.000 manata. Bu boyda evi 25.000 manata heç kim tikə bilməz. Qiymət, ümumi qiymət 55.000 manat deyilir. Yüngülvari çıxıntı olacaq. Kim istəsə 050 629 67 57. Əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Küçəsi də asfaltdır, tam mərkəzə yaxındır. Bağın yaxınlığında və yaxud da belə deyək də bağın ətrafına hardasa 2-3 dəqiqəlik məsafədədir. Kim istəyirsə əlaqə saxlasın, ətraflı məlumat alsın. Diqqətiniz üçün minnətdaram.